Kanalımı izləyən hər kəsə salam. Bugün sizlərə elə bir səhər yeməyi hazırlayacağım ki, dadına doymaq olmur. Həm böyüklərin, həm uşaqların sevimli yeməyinə çevriləcək. Hazırlanması da çox sadədir. İndi isə hazırlanma qaydası ilə tanış olaq. 2 yumurtanı piyaləyə sındırıb, üzərinə duz əlavə edib yaxşıca çalıram. Yaxşı çalıb bir kənara qoyuram. Daha sonra başqa ərzaqları hazırlayıram. Pomidorumuzu nazik-nazik doğrayıram. Kalpasamızı da dilimləyirik. Tavamıza çərək yağını əlavə edirəm. Tavamız qızdıqdan sonra yumurtanı tökürəm. Yeməyimizi orta ateşdə bişirəcəm. Daha sonra çörəkləri üzərinə qoyuram. Yumurtanın alt hissəsi biraz bişdikdən sonra üzünü çevirirəm. Yumurtanın kənar hissələrini çörəyə doğru qatlayıram. Daha səliqəli bir nəticə almaq üçün. İndi isə doğradığım kalbasanı, pomidoru və mozzarella pendirini yığıram. Çörəyin digər hissəsini onun üzərinə gətirirəm. Daha sonra isə tavanın qapağını örtüb 5 dəqiqə vamodda bişirirəm. Pendir tam əridikdən sonra götürüb servis edə bilərsiniz. Budur artıq yeməyimiz hazırdır. Budur artıq nəticə. Çox gözəl, bol pendirli, həm çox asan, həm də inanılmaz dadlı səhər yeməyi. Hazırlayın, çox məmnun qalacaqsınız. Kanalımı izləməyi və abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.